Salam. İri planda 200 1-də sizi yenidən salamlayırıq. Bugün qonağımız çox zərif, səsi, danışığı, tembri ilə seçilən, özünün deyimi ilə desək, səhnəyə çıxdığı ilk gündən onu uzun saçlı aktrisamız kimi tanınan Azərbaycanın əməkdar artisti Hüsniyə Mürvətova. Xoş gəlmisiniz Hüsniyə xanım. Teşekkür ederim əzizlərim. Xoşunuza gəlin. Hüsniyə xanım. Çox sağ olun dəvətinizə görə sizi görmək xoş oldu. Təşəkkür edirik ki, dəvətimizi qəbul edib gəldiniz. Çox sağ olun. Gözləyirdim bu təklifi. Bilirdim ki, dəvət edəcəksiniz. Hiss eləyirdim. O enerji gəlirdi mənə sizdən. Təşəkkür edirəm. Xoşdur bizə. Hüsniyə xanım, Elnarə təqdim elədi sizi. Bəs özünüz necə təqdim eləyərdiniz? Hüsniyə Mürvətova əslində kimdir? Sənət aşığı. Qısa. Bəs necə oldu Hüsniyə xanım, ümumiyyətlə bu sənətə gəlməyiniz, bu sənəti seçməyiniz, yəni izləyib də xüsusi ilhamlandığınız film mi deyim, aktyor, aktrisa oyunu mu oldu? Nədən təsirləndiniz ki? Bilirsiniz, mən uşaqlıqdan ümumiyyətlə bu var. Qanımda, canımda bu var mənim. Oxumaq, oynamaq, rəqs eləmək. Atam dram dərnəklərinə gedib uşaqlıqda. Çox gözəl rəqs bacarırdı atam. Əmim evdə qarmon ifa edirdi. Amma hamısı tamam başqa profilləri oxuyublar. Biri AIZ-ni bitirib, biri inşaat memarlığı bitirib, biri alimdir, biri fizikanı bitirib, biri riyaziyyatı bitirib. Hamısı savadlı insanlardır. Sadəcə atam sənətsəl olub. Atam, xalamın məsələn, ana tərəfində çox gözəl səs tembri var. Anamın, xalalarımın, böyük xalam, Allah rəhmət eləsin, o da rəhmətə getdi. Çox təsəvvür edin ki, mən uşağı idim, başa düşmürdüm də. Evlərinə girirdim, elə bilirdim ki, elə belə də olmalıdır. Divarları hamısı nağıl əsərləri, əfsanələr, nağıllar, qəhrəmanlarımız, nə bilim, Xosrov Şirin, bu tərəfdən Zeynəb Xanlarovanın, bu tərəfdən Nisə Qasımovanın sevdiyi müğənnilərin portretlərini divarda həkk edirdi bu qadın. Amma necə qədər sevib və necə gözəl. Sadəcə arxasında adam olmayıb. Məsələn, bunu yönəldən olmayıb ki, sən rəssamlığa get, sən çox gözəl rəssamsan. Bu, onunla sakitliyi tapıb. O əsərləri öz divarlarında, evinin divarlarında bunu həkk etməklə sakitliyi tapıb. Bax ki, gözəl parçalarda əl işləri işləyirdi. Gözəl geyimlər tikirdi. Yəni, bu olub bizdə, bu var. Firidun Qurbansoy mənim atamın doğma əmsi oğludur. Yəni, bəli, istedadlı insanlar var nəslimizdə, amma aktrisa, heç vaxt mənə icazə verməzlər, belə bir nəsildən aktrisa çıxsın. Mən iyunun 1-i anadan olmuşam və indi bilirəm ki, bir rəqəmləri, единицalar deyirlər də, bunlar həm liderlər, həm də ailələrində heç kəsin etmədiyi hərəkət edirlər. Yəni, ilk bunlar addım atırlar. Yəni, heç vaxt olmayan bir şeyi bunlar edirlər. Mən bunu heç bilməmişəm, amma bunu etmişəm. Və mən sənəti çox sevmişəm. Uşaqlıqdan bir televiziyamız var idi. Yığılırdıq hamımız, gecələr otururduq, axşamlar ailəlicə baxırdıq. Tamaşalar göstərilirdi. Həmişə televiziyada, bilirdiniz də, ASTV-də tamaşalar göstərilirdi. Onlara baxırdıq, filmlərə oturub baxırdıq birlikdə, musiqiləri birlikdə dinləyirdik, ailə olaraq hamımız. O dövrlərdə elə idi. Bəli, otururduq, baxırdıq və mən aktyorlarımızın hamısını əzbər bilirdim, çox da tanıyırdım və sevirdim də hamısını. Heç ağlıma gəlməzdi uşaqlıqda ki, mən nə vaxt aktrisa olacam. Mən çox istəyirdim aktrisa olam, amma bunu atama deyə bilmirdim. Bunu çox danışmışam, artıq çox, bütün verilişlərdə bunu danışam. Deməli, bir gün veriliş gedirdi, 500 3 nöqtə, tələbə dünyasına bəhs edən veriliş idi. Bəlkə bilmirəm, yadınıza, Namiqin yadına gəlir, sənin yadına gəlməz. Belə bir veriliş vardı ASTV-də, papa ilə ikimiz baxırdıq. Orada da Mədəni Maarif Fakültəsinin tələbələri danışırdı. Orada da məsələn Mədəni Maarif bitirəndə bilirsiniz də, rejissor ola bilirsiniz, kollektivlərin rejissoru, kütləvi və tutaq ki, hansısa bir klubda müdirə ola bilərdi. Orada tələbələr danışırdı, atam da birdən belə çöndü mənə, belə oturmuşuq, mən də baxıram belə həsrətlə, 2-ci sənət universitetinin tələbələri danışır da. Atam birdən çöndü mənə ki, Hüsniyə, bəlkə dokumentlərimi bura verəsən, sənədlərimi bura verəsən. Allah, həmin gün möcüzə baş verdi də. İnanın ki, bax, indi də onu yaşadım mən.
Dedim, ata, sən məni qoyursan incəsənətə getməyə. Yəni, nə var ki, orada klub müdürü olacaqsan da. Qəşəng. Dedim, papa. Durdum ki, nöqtədə öpdüm. İşte ki, ay bala, nə olub? Yəni, papam axı heç mən axı onu dilimə gətirib deməmişdim ki, mən incəsənətə getmək istəyirəm. Qorxurdum atamdan. Mən atam aktrisa qoyar olmağa. Tacın nəvəsi aktrisa olacaq. O vaxtı pis baxırdılar, bilirsiniz? Çətin dövr idi. İndi ata-analar özləri gətirirlər ki, oğlumu, qızımı çək, kastinqlərə gətirirlər. Çox yaxşı dövrdür indi. Karyeranızda ümumiyyətlə ən yadda qalan an hansı anı hesab eləyirsiniz? Karyeramda? özünüz üçün? Bəli, Ən yadda qalan an bəli. Amalə xanımla tanış olduğum an. Amalə Gözəl. xanım. Deyim ona. Çünki mən o xanımı o qədər sevirdim ki. Amalə xanım, Heç vaxt yadımdan çıxmaz. teatrın bütün aktyorları onun haqqında belə danışırlar. Çünki o Məncə çox də, gözəl rəhbər idi. Həm gözəl rəhbəri olub, çox da gözəl şərait yaradıb teatrın aktyorlarına. Yəni çox böyük dayaq olubdu. Çox aktrisa idi də. Bilirsiniz necə? Onun elə biz gedirdik, məsələn, qastrollarda. Onun bizim belə qarşımıza gedirdik, biz onun arxasınca belə qürurla gedirdik. Onun elə bir dənə o gelişi bəs idi bizim üçün. Amalə xanımın varlığı bizim üçün bəs idi. Başa şəxsiyyət idi xanım. Başa düşürsünüz. Kraliçə idi. Mükəmməl insan idi. Mükəmməl ana idi. Sənətkar idi. Əfsanə idi. Yəni hər adama qismət olmur Amalə xanımla birlikdə işləmək. Mən düşünürəm ki, bu bizim üçün böyük bir müsbət plus idi ki, biz Amalə Həm də xanımla onun teatrında, onun teatrında ondan öyrənirdik. Onun o ciddiyyəti, o özünü aparmağı, Necə oldu ki, xanımlığı. onun teatrına getdiniz? Yəni yollarınız kəsişdi. Mən Sumqayıt teatrından anamın kitabı televiziya tamaşasında oynadım. Qızıl Fonddadır indi o tamaşa. Məni orada Cəfər gördü. Cəfər, Namiq Kəmal. Çox bəyənmişlər aktrisa kimi. Tamaşamdan çox bəyənmişlər oradakı rolümü. Gülbahar oynayırdım. Rövşən Almuradov hazırlamışdı. Bəli, mənə Cəfər dedi ki, Hüseyin, bəlkə gələsən bizim teatra, mən danışım Kəmal müəllimlə, gəl bizim teatra. Çox, nəysə də çox bəyənmişdi. O Kəmal müəllimə demişdi. O vaxtı da, daha doğrusu Kəmal müəllim də məni görmüşdü efirdə, o tamaşanı göstərəndə, o da çox bəyənmişdi. O vaxtı İlham Miniatür teatrı vardı, belə bir teatr vardı. O da bilirsiniz də, İlham müəllim, Cəfər müəllimin qardaşıdır, İlham müəllim. Bu da orada yerləşirdi, Tiyozda yerləşirdi. Gənc Tamaşaçılar Teatrının binasında yerləşirdi. Məni Kəmal müəllim dəvət elədi ki, mən sizi götürürəm bugündən teatra, belə elə. İlham müəllim də bu tərəfdən dedi ki, mənim də teatrıma gəl. Burada da işdə, orada da işdə. Kəmal müəllim orada, yox, İlham müəllim elə demədi. Dedi ki, gəl mənim teatrımda işlə. Mənə isə Cəfər demişdi ki, həm orada işləyərsən, həm orada işləyərsən. İlham dedi ki, yox, mən istəyirəm ki, bütün məndə işləsin. Orada işləməsin. Orada maaşlar həmişə az olub da bilirsiniz. 90-cı illər idi də bu həm də. 95-ci il. Təxmini də o dövrlərdə çox çətin idi. Çox çətin idi. Kəmal müəllim orada maaşlar az idi. Ən az maaş Gənc Tamaşaçılar Teatrında idi. Buradan da İlham müəllim deyir ki, gəl mənim teatrımda işlə. Mən sənə 2 qat maaş verəcəm. Drama getmək istirdim də. Ya az drama, ya başqa bir teatr. Amma başqa bir teatr gedim də. Yəni, burada işləməyim. İnanın ki, bax, Sumqayıt teatrından da çıxanda zülmdən çıxmışam. Ağlar müəllim məni qoymurdu çıxmağa. 5-6 dəfə ərzəmi cırdı atdı. İnanın Allaha. Mən yazırdım ərzəyə cırdı atırdı. Qoymurdu. İstəmirdi çıxam teatrdan. Nə var, gedirsən Bakıya, gedməyəcəksən. Mən uşaq idim, ona görə hamı mənə deyilirdi də. Yəni, bilirdilər ki, nə desələr onunla razılaşacağım. Mən də elə bir insan idim ki, təsir eləməyə çalışırlar amma. Asırdım, amma heç kəsin də dediyini eləmirdim. Burada da İlham müəllim qoymurdu məni. Neçə dəfə ərzə yazdım, o da, bax, o da həmin şey oldu. Cırrıda atırdı ki, olmaz, getmə, çıxma. Dedim, yox müəllim, mən gedirəm, məndən inciməyim, mən gedim. Çıxdım, getdik Azdramaya. Getdik, rəhmətli, Allah rəhmət eləsin, Həsən Turabov idi orada, direktor o vaxtı. Həsən müəllim, nə tanış, nə bir şey. Getdim Azdramaya, dedim, Həsən müəllim, mən burada işləmək istəyirəm. Koridorda gördüm onu. Gəl. Getdim otağına, Rafiq müəllim də onun müavini idi, çağırdı.
Qəşəng boy-buxunu var. Belə hansı rolları oynamısan belə? Dedim, Həsən müəllim, məndən imtahanı siz götürmüsünüz universitetdə. Filan filan. Hə, yadına düşdü. Deyirəm, Sumqayıt teatrında filan rol oynamışam ona. Hə, o sən idin. Deyirəm, filan o sən idin. Yəni bu belə yadına saldım. Hə, çox istedadlı aktrisadır deyir. Gəl sabahdan səni götürürəm. Dokumentləri gətir. Mən səni götürürəm teatra. Amalə xanımın yanına gələndə Amalə xanıma dedim ki, Amalə xanım, mən Kamal müəllim də məni dəvət edib, Həsən müəllim də məni gözləyir, sabah pasportumu aparmalıyam, məni teatra götürür. Hə, bura gəldi baharına dedi, heç yana getmə, səni özüm götürəcəm teatra. İnanırsınız, xanım olduğuna görə Amalə xanımın aşığı idim axı mən. Dedim, hə, qərar verdim ki, elə bura gələcəm. O da həmin günü Mediyanın premyerası olubmuş, axşam banketi olubmuş. Orada da Yunan qonaqlar filan olub. Orada deyib ki, mənim teatrıma 2 gözəl aktrisa gəlib, elə. Bahara da dedi ki, hə, nə vaxt qayıtmaq istəsən sənətə gələrsən, götürərəm. Hə, neysə, Amalə xanım məni çox xoş qarşıladı və mən Tomris obrazını, deməli, Spartakiyadanın açılışı idi. Orada monoloqunu, hərəmiz bir qəhrəmanın monoloqu ilə çıxış edirdik. Ən başda da Tomris gəlirdi. Hə, dedi, oxu mənə, bunu oxudum. Aparın üstünə, zapis aparacaqlar səni, zapis olacaq. Get kostyumu geyindir xanıma, kostyumera. Səsini də bəyənib də demək ki. Çox. Hətta mən bu yaxınlarda bir şey eşitmişəm, mən heç bunu bilmirdim, deyəcəm sizə faktı. Apar, kostyumu geyindirlər, mənə yolda kostyumer deyir ki, Amalə xanım heç vaxt öz kostyumunu heç bir aktrisa verməyib bu vaxta qədər. Sən yəni xoşbəxtsən də. Dedim, doğrudan? Deyir, hə, valla deyir, heç vaxt. Mənə deməyib ki, hansı. Geyindim, hə, yaxşıdır qızım, yaxşıdır. Getdim, zapis elədim. Orada Qaçaq Nəbi var idi, Həcər var idi, Koroğlu var idi və biri də məsələn mən idim. Sonunda mən çıxırdım və arxamca da qoşun belə çıxırdı. Orada da Müdafiə Naziri, müavin filan, yəni çox böyük bir tədbir idi. Stadionda idi belə. Tədbir stadionda keçirilirdi. Çox möhtəşəm bir tədbir idi. Yəni çox bəyəndilər. Ondan sonra da artıq bütün tamaşalara məni vod elədilər Bələdiyyə teatrında və sonra elə oldu ki, Abdullah Qurbaninin mənim adıma əsər gətirdi. Türk Sancağı əsərini dedi ki, mən Hüsniyə xanıma fikirləşib yazmışam bu obrazı. Yəni belə şükür olsun Allaha, mən çox razıyam. Ümumiyyətlə sənət taleyimdən çox razıyam. Şükürlər olsun. Peşmançılıq olubmu heç? Atam rəhmətə gedəndə. Fikirləşdim ki, bəlkə heç aktrisa olmamalıydım. Ki, Fəxr edib amma. mən ola bilmədim onun dəfnində. Amma baxanda son nəfəsində, nə dəfnində ola bilmədim. Hər zaman fəxr edib təbii ki. Hə, fəxr edirdi. Əməkdar artistlərdən alandan sonra, artıq mən çox tanınandan sonra həm də qiraət bizi çox yaxınlaşdırdı. Onun şeirlərini söyləyirdim. Ona dostları zəng edirdi ki, qızını gördük, sənin şeirin maşallah olsun, afərin Hüsniyə. O kişilər də öz aralarında danışırdı. Bu da belə fərəhlənirdi ki, qızım mənim şeirlərimi deyir efirdə. Hə, mən onda bir dəfə, onda peşmanlıq hissi keçirdim ki, bax Hüsniyə, sən aktrisa olmasaydın, indi atamın yanında olardın. Amma onu bilmək olmaz Hüsniyə xanım, o da bir qismət. Onda pis oldum ki, bax papa istəmirdi. Yəni istəməyib də. Başqa sənət sahibi də olsaydınız, bəlkə xaricdə ola bilərdiniz, bəlkə həmin anda yanında olmaya bilərdiniz. Amma əsas məncə olan odur ki, o sizi görüb, izləyib, fəxr edib. Amma heç vaxt onu, o hiss mən çox, bəlkə də görməməyim yaxşıdır, mən biləm ki, elə biləm papa hardadırsa. İndiyə qədər oynadığınız hansı rol sizə daha yaxın olub və yaxud daha belə həvəslə canlandırmısınız o rolü? O xarakter sizə daha doğma olub? Xurşudbanu Natavanı mən çox sevmişəm şairə kimi. Bu yay onu məni çəkdilər asta və düzdür, o film deyildi, sənədli film idi. Mən yalnız onun qəzəllərini səsləndirdim orada. Təsəvvür edin ki, yenə də Şuşaya getdikdə çəkilişə. Hansı yerdə ki, mən ümid edirdim ki, atam sağalacaq, orada biz dayanmışdıq Cıdır düzündə. Orada
atamı düşünürdüm də orada dayananda. Orada mən Xurşudbanu Natavanı oynadım o səhnəni ki, oğlunun xəbərini eşidir, İraq olsun, Allah uzaq eləsin. Yəni məhz kədərli anını orada çəkirdilər. Mən orada ağlayırdım. Hamı gəlir ki, Hüseyn xanım necə ağladınız filan. Mən orada atamı düşünüb ağlayırdım. Yəni bağlılıq, yəni Xurşudbanu Natavanı çox sevirəm, yəni o obrazı. Yəni çox istəyirəm ki, çox arzuyaram ki, bayaq dediniz mənə, çox istəyirəm ki, onun haqqında bir film çəkilsin, mən o obrazı yaradım. Sevə-sevə obrazı yaradaram, sevə-sevə. Amma yenə də şükür ki, mənə qismət oldu belə bir onun haqqında olan bir filmdə mən onun obrazını yaratdım və çox bəyənildi. Son illər bilirsiniz, teatrda mən Tolqanay ananı oynadım, Ana Tarlada. O şəhid analarını mən düşünüb oynayırdım o ananı. Çünki bilirsiniz, 3 oğlu onun rəhmətə gedir. Yəni dünyasını dəyişir müharibədə. Əri və 3 oğlu, qadın tək qalır. Qadın tək qalır. Yəni onun faciəsini mən göstərmişəm səhnədə. Çox mən düşünürəm ki, vaxta qədər oynadığım obrazların içində o mənim şah rolumdur. Düzdür istəyirəm, çünki çox çətin. Psixoloji yükü çox çətindir. Çox çətin. Çox çətin. Biraz da xarakterim oxşayır. Özünü göstərmir heç kəsin yanında. Heç gəlininə belə göstərmir o ağrını. Gəlinim ağlayır, qışqırır. Sonunda axır dilə deyir ki, bəs mən, sən elə bilirsən ki, mən dərd çəkmirəm, mən daşdanam, mənim dərddən ürəyim partlayır, amma mən dözürəm. Sonunda dilə gəlir qadın. Rol alan zamanı xarakterə hazırlıq necə olur? Ümumiyyətlə özünüzlə əlaqələndirirsinizmi onu? Yəni özünüzə daha yaxın hansısa xarakteri keyfiyyətləri tapıb oradanmı gedirsiniz? Hər obrazda bizdən orada nəsə var. Bütün obrazlarda bizdən orada əlbəttə ki, nəsə var. Biz özümüzdən keçirməsək orada olmaz axı. Amma bax, bu Ana Tarla var, yenə deyirəm. O əsəri mən oxuyanda elə bir ki, o rol hopdu mənə. Çox qəribə bir şeydir. Hiss elədim ki, hopdu mənə. Yerişinəcən başqa cür yeriyirdim. Mən onu xüsusi olaraq onun üçün tapmamışdım ki, Tolqanay belə yeriməlidir. Yox, o məndən asılı deyildi. Hüseyn xanım, bayaq dediniz ki, bizdən nələrsə mütləq ki var o xarakterimizdə, oynadıqlarımızda. Bəs bu oynadığınız xarakterlər sizdə nə izlər qoyur? Ümumiyyətlə daşıyırsınızmı həyatda onlarda? Olur. Qorxuram bəzən rollarımdan. Qorxuram. Mən belə deyəndə mənə deyirlər ki, elə demə Hüsniyə. Allah uzaq eləsin. Yəni istəmirəm bu barədə danışam. Ağırlığını götürməkdən qorxursunuz. Mən xoşbəxt qadınlar oynamaq istəyirəm. Yəni şükür olsun Allaha. Yəni mən çox şükürlü insanam. Mən Allah sevən insanam. Mən mütləq, yəni mən nə hərəkət edirəm, sonra birinci növbədə Allaha düşünürəm ki, bu Allah ağır gedər, bunu eləmək olmaz. Mən gecə gündüz dilimdə Allaha zikr edirəm. Yəni bu günümə görə Allahıma çox şükür edirəm. Və obrazlarda da istəyirəm ki, elə Hüsniyə xoşbəxt qadın olsun. Həyatda olduğu kimi xoşbəxt qadınlar oynasın. Bunu istəyirəm, pozitivlik saçmaq istəyirəm. Çünki məndə komediya da yaxşı alınır. Ana Tarladan sonra çox yüklənmişdim bir insan olaraq. Çox istəyirdim ki, bir komediyada oynayım. Həmişə Məryəmə deyirəm ki, Məryəm, kaş ki bir komediya götürərdiniz. O çox istəyirəm komediya oynayım. Sonra elə oldu ki, elə Elçin Əfəndiyevin Şekspir əsərini götürdüm Məryəm müəllim. Düzdür, onun alt qatında tragikomediyadır o, deyək ki. Elçin Əfəndiyevə xasdır tragikomediya. Bütün əsərlərində izlənir. Bəli, çox gözəl əsərdir. Mən orada dəlini oynayırdım. Sanki elə bilir ki, Sara Bernard'dır. Yəni, mən düşünürəm ki, mən deyirdim ki, Məryəm müəllim, bu qadın Sara Bernard'ın fanatı olub. Fanatı olub və aktrisa ola bilməyib, dəli olub. Amma həyatda da bunu elə özünüz təsəvvür edir ki, bu Sara Bernard'dır. Deməli, Sara Bernard'ın həyatında nə baş verib, bu qadın sanki onun həyatında baş verirmiş kimi danışırdı hamıya ki, mən belə, hani belə qəbul elədilər, falan, nə bilim, yerə getdim, mən belə tamaşaçılarım vardı, mən beləydim. Çox maraqlı.
Çox gözəl əsərdir o əsər. Çox təsirli əsərdir o əsər və o rolə görə də Mərayə müəllimə minnətdarlığımı bildirirəm. İlk serialda ilk rolunuz hansı olubdu? Yadda qalan Serialda ilk rolum hansı olub? Seriallarda filmdə birinci olub. Məndə Ağşəhərin Aha. 1992-ci ildə. Baxmışam mən o filmə də. Mərayə müəllim onu da çəkmişdi. Mən Mərayə müəllim aktrisasıyam. Mən sizə deyim, Mərayə müəllim çox uğurlu rejissordur. Bu aktrisalara şöhrət gətirir. Məsələn, Amaliya xanımla Mərayə müəllimin siz bilirsiniz də, onlar bir yerdə həmişə işləyiblər. İlyas Əfəndiyev, Mərayə müəllim, Amaliya xanım. Bu üç nəfərin, məsələn, İlyas müəllimin yazdığı əsərlər, Amaliya xanım bildi ki, bəli, mən Amaliya xanım istəyirəm. Mərayə müəllim də bilirsiniz də, Amaliya xanıma görə rejissorluğu seçib, bu sənəti seçib, vurğunu olub aktrisa kimi, bəli. Və mən həmişə deyirəm ki, Mərayə müəllim, siz necə qadın psixologiyası, necə gözəl duyursunuz, necə gözəl bizi təqdim edirsiniz. Deyirəm, çox sağ olun, yenə yaxşı ki, varsınız Mərayə müəllim. O qədər rahatdır ki, ondan işləmək, o qədər rahatdır ki, o qədər gözəl rejissordur ki, o klassik rejissorumuzdur, o bizim çox sevirəm mən Mərayə müəllim, həm insan kimi, həm rejissor kimi onu çox sevirəm. Çox xoşbəxtəm ki, o bizim teatrda işləyir. 92-ci ildə Ağşəhərimə çəkdi məni Mərayə müəllim. Sonra 95-ci ildə Anamın kitabına çəkildim. Orada Gülbahar rolunu oynayırdım. O Qızıl Fonddadır o. Sonra 98-ci ildə Qırmızı Qar filminə çəkildim. Müharibədən bəhs eləyən, şəhid oluram orada filan. Ən çox məni sevdirən tamaşaçı oldu. Böyük auditoriya məni tanıdan Qırmızı Qar filmi oldu, bəli. İnanın ki, məni şəhərdə qucaqlayıb öpürdülər. Hüsniyə xanım, yaş getdikcə, indi də hal-hazırda gənc xanımsınız. Çox sağ ol. Amma müəyyən bir dönəm keçir və təbii ki, 20 yaşında, 25 yaşındakı Hüsniyə xanım deyilsiniz. Artıq müəyyən bir həyat təcrübəsi keçmiş aktrisa kimi. Hal-hazırda sizə gələn rol təklifləri, filmlər üçün götürək. Yəni, necə dəyərləndirirsiniz ümumiyyətlə? Uyğundurmu, yoxsa daha belə yaşınızdan daha mı böyük rollar sizə təklifləri gəlir və yaxud da ki, daha belə gənc düşünürəm ki, yaşından böyük rollar gəlir mənə. Axır vaxtlar mənə yaman ana obrazları verirlər. Məni qocaldırlar. Hamısına da deyirəm, bu nədir? Hətta rejissorlar özləri etiraf edirlər və sevgilisinə oxşayırsan, Deyirəm, mən neyim, sən dəvət eləmsən də. Ta ki, Cavidlə bu sonuncu filmə çəkəndə orada da ana obrazı deyir ki, indi özünü sakitləşdirmək istəyir. Niyə? Neçənci ildə ərə getsəydin Türkiyə boyda oğlun olardı? Sakitləş Cavid, sakitləş. 19-20 yaşlara getsəydim Türkiyə boyda oğlun olardı. Yəni özlərinə haqq qazandırmağa çalışırlar ki, bu ana obrazını doğrulda bilər. Aha. Mənə elə gəlir bu görünüşünüzlə fit eyni çəkidə, eyni formada qalmaqla da əlaqəlidir, təbii ki. Yəni görünüş olaraq həqiqətən yan-yana dayananda sevgilisi də ola bilər. Həqiqətən, hə. Çünki ruhum cavandır. Ruhum. Çünki negativ heç nəyə özümə yaxın buraxmıram. Baxmıram o pis verilişlərə. Xəbər gələn kimi tez çevirəm. Olur ki, o saytları bəzən silirəm, takibdən çıxardıram ki, görməyim mən bu xəbərləri. Bu sahədə, bu sənətdə ən böyük çətinliyiniz nədə olub? Ən böyük maneəniz nədə olub? Mane olmasın. Sənətdə olandan sonra, yəni gənclikdə, o hələ sənət seçimində bunlardan danışdınız. Bəs artıq bu sənətdə olanda, artıq bir öz sözünüzü demiş bir aktrisa kimi olanda ən böyük maneələr, çətinliklər nə olub sizin üçün? Mən düşünürəm ki, mənə heç bir maneə olmayıb. Teatrda obrazlarımı oynamışam. Filmlərimə dəvət almışam. Yəni tədbirlərə mən həmişə ehtiyac duyulan aktrisa olmuşam. Daima hətta mən imtina eləmişəm. Bəzi tədbirlərə getməmişəm. Tutaq ki, efirlərə çağırırlar, getmirəm. Bəzi rollardan olub ki, imtina eləmişəm. Səbəb nə olur? Bax, imtina Rol, eləyəndə hansı məsələn, kriteriyalar? istəmirəm ki, eyni tipli rol oynayım, tutaq ki. Məsələn, bir ara mən daha emosional xarakter, belə biraz mənfi surətləri mənə var da, bir də görsən rejissorlar birini mənfidir. Amma bunda yaxşı alınır, elə onu istəmirəm. Birini oynamışamsa, birindən imtina eləmişəm. Hətta mənə oranın rəhbəri deyib ki, mən ilk dəfə də görürəm ki, aktrisa roldan imtina edir. Mən eləmişəm. Mən roldan Hüsniyə Mürvətova imtina eləmişəm.
Və o adam da bilir ki, mən imtina eləmişəm. Hətta bu yaxınlarda da biz o söhbət eləyəndə dedi ki, mən onda da dedim ki, afərin Ziya xanıma ki, düşünür, öz karyerasını düşünür. Dedim, məni başa düşün. Mən orada da mənfi oynamışam. Burada nə dəyişir? Nə dəyişir? Mən tamaşaçıya nə verəcəm? Eyni xarakterlə görəcək məni. Tamaşaçı əksinə məndən bezəcək. Hər dəfəsində eynisini Hər dəfədə eyni olmaz, istəmirəm. Mən istəyirəm orada bir mənfi obraz oynamışamsa, sonra müsbət istəyirəm oynayam. Tutaq ki, imtina elədim başqa bir serialdan. Sonra məni filmə dəvət elədi Orxan Mərdan. Burada da yenə də bir mənfi Zəhər tulubu. zəhər tulubu. Amma qəşəng gəldi İndi o qulaq səhnə. asın. Ona görə razılıq verdim ki, 3 dəqiqəlik epizod idi. Və serialla filmin fərqi var da, yəni. Hə. Yox, bizi bilirsiniz ora Orxan necə dəvət eləyir. Allah ona can sağlığı versin. Onun xətrini çox istəyirəm. Çox gözəl insandır. Çox gözəl prodüserdir. İşini bilən peşəkar prodüserdir Azərbaycanda. Həm də dostluq, yaxşı münasibətimiz var. Biz elə bir rəq qataq. Tutaq ki, mənəm, Səidə xanım da orada, Nəsibə xanım da rəq qatmaq üçün dəvət eləyir. Yəni bu dünyada da var. Dünya ulduzları gedir hansısa bir filmdə Qısa bir epizodda rolda olurlar. Aha. amma o adama o qədər gözəl enerji verir ki, o Enerjisilə bütün filmi ələ alır. alır. Bəli, Salih xanım, bəli. Orada biz çəkiləndə mənə dedi ki, mən orada biraz sakit oynamaq istəyirdim. İndi nə olsun ki, bu sözləri deyir, amma bir sakit də deyə bilər də qadın. Sən nə edirsən? Aha. Bilmirəm. Bilir axı o potensialı. Xahiş edirəm. Mənə şeir demə burada. Aha. Həyasız oyna, həyasız. İçində nə var, nə var, tök də burada deyir də. Nə istəyirsən elə də. Həqiqətən də onu, yəni o 3 dəqiqəlik epizodu biz 10 dublə çəkdik. İndi Aha. hamısı mənə görə olmadı. İndi orada iş gəlib də. yox. Orada işıq var idi, nə bilim, Təbii kamera ki, falan, təbii ki. həm başqa rakurslardan çəkilmə bunlar da var idi. Amma sonunda axırda gəldi Orxan ki, bir epizodda dedim Orxan, mən ölürəm. Ürəyim dayanır. Mən nə qədər qışqırım. Biləkəni düşə qışqıra gəlirdim və fasiləsiz olaraq qışqırır, söyür bu qadın. Hə. O 3 dəqiqədən çox olsaydı, mən ona çəkilməzdim. Mən ondan da atqaz edəcəkdim. Məhz 3 dəqiqəlik və yerində bitdiyinə görə və dadı qaldığına görə tamaşaçıda ilk premyerasında, qalasında ilk alqış mənim yerimdə getdi. Qışqırıq və alqış. Bəli. Demək ki, lazım idi da, belə bir rolda lazımdı. Hə, bu başqa bir şey idi. Filmdə başqa bir şey idi. Bizə rəq qatdı. Təsəvvür ki, cəmaət ona baxırdı, məni təq edirdilər, bir də qlam rolları təq edirdilər. Instagrama mənə göndərirdilər istoriya. Bəs belə paxıllıqlar olur həmkarlar tərəfindən. Hiss edirsiniz bunu. Olsun da. Mən heç onları heç görmürəm. Xoşbəxt oluram. Biraz da xoşbəxt oluram. Amma deməli mən onlara mane oluram. Deməli Bir mənim addım varlığım onlara öndəsiz. mane olur. Bəli. Bir addım öndəyəm. O qədər xoşbəxtəm ki, maşallah. Maşallah olsun. Yəni öz iş, mən bu sözü həmişə demişəm. Öz işığına güvənən heç vaxt başqasının parlamasından qorxmaz. Mütləq Əksinə kömək eləyər ona ki, qoy o da parlasın. doğrudur. Çox doğrudur. Mən həmişə istəyirəm ki, mənim partnyorlarım güclü olsun. Mənim partnyorlarım güclü olanda mən sevinirəm. Çünki Hətta- güclü partnyorla siz də güclənirsiniz. Əlbəttə. Yəni istəmirəm həmişə məndən getsin. İstəyirəm mənə də nəsə gəlsin. Başa düşürsüz? O xoşbəxtlik də aktyor üçün. Güclü partnyorla işləmək xoşbəxtlikdir. Yaxşı aktyorla çəkilmək xoşbəxtlikdir. Mən son işimi deyə bilərəm sizə ki, məsələn, maşallah olsun bizim çox istedadlı gənclərimiz var. Spinozanın tanrısı. Bəli, Spinozanın tanrısı və ondan əvvəl Əlvida xoşbəxtlik serialı. Əlvida xoşbəxtlik gedir hal-hazırda, yəni efirdə. Hə, mən- serial Sizin gedir. rolunuz bitdi. Bəli, sizin rolunuz bitdi. Orada mənim partnyorum İbrahim Çingiz idi. Hı-hı. Çox razıyam mən ondan bir partnyor olaraq. Mən həmişə deyirdim ki, ay Allah, məsələn, türk aktyorlarına baxırdım ki, hamısı necə yaraşıqlı, necə istedadlı filan. İndi deyirəm ki, bizdə ondan da yaxşıdır. Maşallah olsun. Hamısı yaraşıqlı, hamısı güclü, potensiallı, peşəkar, istedadlı aktyorlardır. Elə gözəl aktyor, aktrisalar gəlir ki,
aktrisalarımız da çox gözəl aktrisalarımız gəlir. Bu məni sevindirir. Mən ümumiyyətlə gözəllik aşiqiyəm. Mən əkizlər bürcüyəm. Yaradıcı Həyat yoldaşından bilərsən. Çox yaradıcı birisi. Çox yaradıcı Çox. və gözəllik pərəstlikdə biz. Gözəl. Amalia xanım da əkizlər bürcü idi. Məsələn, o teatrına aktyor götürəndə mütləq onun vizual görünüşü onun maraqlı idi. Onun çünki baxın görüm yaraşıqlıdırmı, gözəldimi, Ümumiyyətlə istedadlıdırmı? aktyor və aktrisa üçün vizual görüntü çox vacibdir. Gözəl olmasa belə, orada Çəkicilik, fərqli bir publikamni, xarizma olmalıdır, nəsə bir Mütləq. şey olmalıdır. Xarizma, Yəni çəkicilik, simmetrik görünüşdən söhbət abayani, getmir. abayani Bəli, olmalıdır. Mən mütləq demirəm ki, mən olmalıdır. gözələm. Amma o temperament var, Bəli. səhnədən tamaşaçını çəkən o temperament mütləq olmalıdır aktyor və aktrisada. Mütləq. Gözəllik Mən- standartları zaten illərdən tez-tez dəyişir, illərlə dəyişir. dəyişir, Nisbidir, dəyişir. nəyəsə görə kimsə gözəldir, kimsə yəni Bəli, bəli, az bəli, gözəldir bəli, belə bəli, deyək. bəli. Ümumiyyətlə qadınlar haqqında gözəl deyil ifadəsi məncə çox yanlış ifadədir. Əlbəttə, Yəni o bütün qadınlar gözəldir. çox neqativ bir fikirdir. Bəli. Yəni əlbəttə bütün qadınlar Hər qadının gözəldir. özünə uyğun gözəlliyi var. Və Hər qadının. cazibə tamam başqa şey. Amma cazibə başqa şey. Bəli, başqa şey. Cazibə bu hər adama qismət olan bir Bəli. şey deyil. Yəni o aktyorlar yəni 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 bizim çox mən- yaraşıqlı aktyorlarımız var çox deyirsiniz. çox maşallah olsun, maşallah olsun. Razıyam. Son izlədiyim filmlərdən, son müşahidələrimdən biraz daha başqa gözlə belə adi tamaşaçı kimi yox, dediyiniz kimi professional nəzərdən izləyəndə baxıram ki, həqiqətən bizdə çox gözəl aktyor, aktrisalarımız var. Çox Çox, istedadlı. çox, 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 çox. Kaş ki o Bunu bizə o xüsusi dəyəri vurğulamaq. versinlər. Başa o olduğu dəyəri. Onun üçün də Qonorarlar biraz çox. qəşəng Qonorarlar. həm İnşallah. qonorarlar çox Ən çox olmalıdır, qonorarlar həm çox o olsun. dəyər kim nə deyir bilsin, o qonorar, o dəyər elə oradan bilinir. Həqiqətən oradan bilinir. Sənin yaratdığın bir obrazı minlərlə, milyonlarla tamaşaçı izləyirsə, niyə sən onun o belə deyək qonorarını yüksəltməyəsən? Niyə Əlbəttə. olmasın ki? Çünki insanların ruhunu oxşayırsan, Bəli. kimisə həyatına toxunursan, nə isə dəyişirsən Əlbəttə. həyatında. Kimsə Əlbəttə. sənə görə sabah aktrisa olmaq istəyə bilər, bu Onu da sənəti mənə etiraf yaşatmaq ediblər istəyir. bunu. Mənə Nə biri gözəl. etiraf edib bunu. Bəli, bəli. Hüsniyə xanım, bir də siz bizim xarici layihələrdə iştirak edən aktrisalarımızdansınız. Bəli, bəli. Ümumiyyətlə necə başlayıb o layihələrə getməyiniz, o yola çıxmağınız belə deyək, hardan başlayıb? Bizim gözəl insan Səbuhə Məmmədovla. Allah ona can sağlığı versin. Amin. O mənim anam həmin o ana tarlada oynadığım tamaşaya baxmışdı. Ana tarlaya baxmışdım. Orada. Hətta yadımdadır ki, gəldi məni təbrik elədi. Dedim, "Nə oldu? Bir şey dəvət elə də." Mən də belə. Gəldi ki, əla, əla. Dedim, "Amma dəvət eləmirsən belə." Dedi ki, "Hanı var ki?" Belə zarafatla belə o cəmaət başıma yığılıb. Elə ki, o momentdə biz birimizə o sözləri ötürə bildik. Sonra gördüm mənə yazdı ki, Hüsniyə bəs bir neçə şəkli bir göndər, bir neçə vaxtdan sonra. Mən də göndərdim. Göndərdim. O həmin vaxtda bir çox aktrisaların şəklini göndəribmiş, yəni də Xarici layihələrə. xarici bəli, layihədə məsləhət bilirsiniz, verir. bildiyimizə görə o Azərbaycanın ən yəni xariclə işləyən ən peşəkar prodüserlərdən Prodüser. biridir. Aktyor agentliyi var. Çox zəhmətkeş insandır, çox peşəkar insandır. Mən çox təşəkkür edirəm ona bir daha. Mən ona dəfələrlə təşəkkür eləmişəm. Yenə də təşəkkür edirəm bu xoşbəxtliyi mənə nəsib etdiyinə görə. Həqiqətən. Yəni o vasitəçi olub. O vasitəçi olub. O göndərdi şəkillərimizi mənim və bir çox aktrisaların. Bilirsiniz də bu provadır. Orada mənim və deyəsən başqa bir aktrisanın da deyəsən istəyiblər videosunu, yoxsa tək mənim istəyiblər, bilmirəm. Sonra bir gün mənə dedi ki, video çək. Bu sözlərə video çək. Elə özü çəkdi sonra. Videonu göndərdi və o videoda kastingdən keçdi. Dəvət elədilər. Hansı layihələrdə rol almısınız? Baş rolda da teleserialda baş rolda da oynamısınız bir qədərini. Birinci mini serial idi. O Abrikoslu Igoviç. Ər yazıcısı. Ər yazıcısı. Moxovdur. Aleksandr Moxovun rejissoru idi. Orada baş rollardan birini oynayırdım. Rüstəmin qaynanasını oynayırdım. Rüstəm də Cəbrayılov da çəkilmişdi Azərbaycandan. Cəbrayılov. Bəli. Epizod görmüşəm orada. Hə. Bu yaxınlarda yenə göstərdilər. Heç bir ay deyil. Ne güzel. Çox bəyənirlər o serialı orada.
Çox Sizin bəyəndim. bir epizodu izləmişəm. Ha. Oradan Rüstəm Cəbrayılovla Ha, bu ha. səhnənizi izləmişəm. Çox qəşəng. Hə, çox sağ olun. Hə, yəni o bəyənirlər. O Moskvada çox bəyənirlər onu. Bütün demək olar ki, internet portallarına qoydular və çox gözəl rəylər gəlirdi. Məhz mənim, Aha. o biri ananın, Rüstəmin və Palinanın haqqında. Biz ən çox bizim ikimizi qaynanaları, anaları çox orada adımı qeyd eləmək, gözəl aktrisa, əməkdar artist, Azərbaycanın belə gözəl sözlər Nə yazmış. gözəl fəxrdir. Bəli, bəli. Xaricdə təmsil Muxov mənə deyirdi, ana moya всемирная звезда. Durdu əlimdən. Əl çalın onu, alqışlayın onu. Çox gözəl, pozitiv. Çox mən sizə deyim ki, mən bir aktrisa kimi şanslıyam ki, mən getdim, başqa setdə, başqa ölkədə çəkildim, o setləri gördüm, oradakı o mədəniyyəti gördüm, oradakı o aktyora olan hörməti gördüm. Hər şey aktyora xidmət edir. Setdə hər şey aktyorun rahatlığına xidmət edir. Aktyor bir an belə narahat olmur nəyə görəsə. Çünki hər şey o qədər yerindədir ki, sual belə doğmur. Nəsə bir sual versən ki, falan şey, gəl ya burada belə elə, ya heç nə. Özləri, sakit bir atmosfer, pıçıltı ilə danışırlar. Heç kəs qışqırmır setdə. Bir dənə Muxovun səsi çıxa bilər. Bitdi. Çox gözəl atmosferdə çəkildim. Ondan sonra daha böyük proyektdə bildiz çəkildik. İzgoy, Konstantinopol. O lap belə. Bu birisi neyini serial? Didərginlər. Didərginlər, o serial. Burada da yenə də bir çox aktrisanın şəklini göndərmişdi. Yenə də mən keçdim. Şükürlər olsun. Bilirsiniz, bu sözə mən alışmışdım uşaqlıqdan ki, o da lovdur. Mənim üçün o da lov deyiblər həmişə. Amma onların bu sözü deməyi. Onlar da deyib sizin. Ana Ognyenaya aktrisa. Ana Ognyenaydır aktrisa. O ki, məsuliyyət hissi olur səndə ki, mən vətənimi təmsil edirəm. Onlar məni tərifləyəndə mənə o qədər xoş gəlirdi ki, bəli, bizim Azərbaycanın belə aktyorları beləyik. Biz beləyik, belə aktrisalarıq, belə aktyorlarıq. Mənə orada baş prodüser dedi ki, Çekalov narahat idi Azərbaycan aktyorlarından, çünki işləməyib axı. Deyirdi, görəsən necə olacaqdı, amma deyir, hamımızdan çox razıdır. Особенно da sizdən. O mənə dedi. Aktrisa olaraq qadağalarınız varmı? İstər yerli layihələrdə, istər xarici layihələrdə? Yəni imtina elədiyiniz səhnələr, film olub. film olub. 2 serial filmdən o imtina söhbəti var ha. Bəli, 18 deyim də 90 deyəcəm sizə. Hardasa 93, 94, 95 bu ərəfələrdir. Universitetdən gəldilər, məni apardılar həyətindən, kinostudiyadan. Gəlib göz qoymuşlar, məni bir dənə apardılar. Və rejissor da çox, inanın ki, yadımdan çıxıb. Rejissor da yadımdan çıxıb, hamı yadımdan çıxıb. Orada dedi ki, xanım, sizi çox bəyənmişik. Sizi 2 serialı bədii filmə çəkirik, dəvət edirik. Amma belə bir səhnə var. Orada təcavüz eləyəcəklər qıza. Bir dənə də başqa səhnə vardı. Dəniz qırağında paniklə qaçacaqdı sevgilisi ilə dəniz qırağında. Və nişanlısının gözünün qabağında bu qıza təcavüz edəcəklər. Çox ağır psixoloji bir rol idi. Onu oynamaq var deyə, o lazım idi. Məsələn, o aylanda, xəstəxanada, orada onun mənə dedilər, belə hissləri yaşayacaqsan, belə olacaq, belə. Yazıqlar nə qədər dedilər? Atam qoymadı. Atam mənə icazə vermədi. Məsləhətləşirdiniz orada. Mən o rolu atamsız çəkilə bilməzdim. Mən onu gizli eləyə bilməzdim. Bu çəkilişlər var, geci var, tezi var, çıxmağımız var. Dedim, ata bəs belə dedi, olmaz. Onunla başqa bir televiziya tamaşasından, gəncliyimlə, bunlar gəncliyimdə baş verib. İndi danışdıqlarım gəncliyimdə baş verib. İndiki dedim mənfi obrazı. Busa gənclik. Hətta bu yaxınlarda da mənə dəvət eləmişlər, imtina elədim. Belə açıq-saçıq səhnə var. Yox, açıq-saçıq yox. Sadəcə keçdim ki, o rol mənim üçün mənə uyğun deyil. Artıq mən o rolu oynamamalıyım. Başqa aktrisa oynasın. Hüsniyə Mürvətovanın öz fikrincə həyatındakı o keçid dönəm nöqtələri hansılardır? Yaşla da əlaqələndirə bilərsiniz. Hansısa bir həyatda baş verən hadisə ilə, özəl həyatınızda? Mən atamdan sonra çox dəyişdim. Mən insanlardan qaçdım. Allaha sığındım. Atamı Allahda tapdım. Şikayətimi ona edirəm. Sözümü ona deyirəm. Onunla söhbət edirəm. Onu zikr edirəm.
Amma insanları da sevirəm. Sadəcə qaçıram. Spinozanın Tanrısında. Hüsniyə xanım, sizə görə bir tamaşaçı kimi filmi izləyən zamanı film sizə necə bir təsir bağışladı? Ümumiyyətlə orada rol almasanız belə, alsanız da, yəni izləyici olaraq Təsirli təəssüratlarınız film idi. təsirli film. Bəli. Hekayə maraqlıdır. Hekayə çox maraqlı idi. Hekayənin Rejissor özü işi çox maraqlı. maraqlı idi. Məsələn, hiss olunurdu ki, rejissor aktyorlarla işləyib. Heç biri boş deyildi aktyorların. Çox gözəl aktyor seçimi var idi. Özüm çəkildiyimə görə demirəm. Mən çəkilməsəydim də başqa bir aktrisa çəkilə bilərdi. Xoşuma gəldi aktyor seçimi. Oğlum oynayan Türkay. Mənim ərköyün balam. Çox ərköyündür. Çox. Sən deyir necə mamasan? Mənə çəkildim. Heç oğlunla maraqlanmırsan. Deyirəm sən mənim həyatdakı oğlumdan ərköyünsən. Heç deyirəm mənim öz oğlum mənə belə demir. Heç deyir mənlə maraqlanmırsan. Çox ərköyün, amma çox şıltaq, amma çox istedadlı. Ciddi. İşində ciddi. Mən gördüm o necə işləyirdi öz üzərində. Çox xoşuma gəldi. İşləmə prosesində ümumiyyətlə fərq varmı Hüsniyə xanım? Məsəl üçün daha yaşlı nəsildən deyək Vidadi müəllim oradaydı və daha gənc nəslimiz oradaydı. Vidadi müəllim inciməsin, orta yaşlı. Orta yaşlı. Həmişə gənc. Həmişə gənc Vidadi müəllim. Və bizim yeni nəslin nümayəndələri oradaydı, belə deyək o zaman. Yəni onlarla işləmək arasında ümumiyyətlə həm onların, həm bu biri tərəfin, Vidadi müəllimin işə yanaşma fərqləri var idimi ümumiyyətlə? Mənim partnyorlarım əsasən Vidadi müəllim idi, bir də Türkay idi. Mən hər ikisində o ciddiliyi gördüm. Hər ikisində. Vidadi müəllim maşallah bilirsiniz də, o pedaqoqdur, o müəllimdir, o ustaddır, yəni. Amma Cavid Vidadi müəllimlə də çox gözəl qulaq asırdı. Məsələn, Cavid hərdən narahat olur ki, Vidadi müəllim bu sözü sizə deyir, amma heç narahat olmur. Əksinə, de, nə istəyirsən de. Qulaq asırdı və çox gözəl də icra eləyirdi. Və mən məsələn, mən deyirdim ki, mən hamıya deyirəm ki, burada mən deyiləm. Məndən heç nə yoxdur demək olar ki. Çünki Cavid bu rola məni dəvət edəndə dedim baş roldur. Ancaq o şərtlə gələm. Bu deyir ki, yox, Hüsniyə, bəs anadır, amma başrolun anasıdır. Başladı rolü mənə tərifləməyə. Sakit anadır, belədir, elədir. Artıq sakit ana deyəndə, bu məni cəlb elədi. Çünki mən həmişə istəmişəm ki, deyirəm, fərqli olsun. Mən sevirəm, rollərim fərqli olsun, bir-birinə oxşamasın. Artıq o məqamı idi. Mən sakit ana oynamalıydım. O məqamım o idi. Və təklifini sevə-sevə qəbul elədim sakit deyəndən sonra. Əgər desəydi ki, emosionaldır, belədir, çəkilməyəcəkdim yəqin ki ona da. Dedi ki, sakit ana obrazıdır, ərini sevir, oğlunu sevir, burada dominant atadır, sən sakitsən. Və çəkiliş zamanı da dedim Cavid, sən nə istəyirsənsə de, mən onu edəcəm. Sən istədiyini edəcəm, amma de. O da deyirdi. Belə. Çox gözəl izah edir obrazı. Rejissorlarla gözəl işləyir. Çox gözəl işləyir. Çox gözəl işləyir. Etdim onun dediklərini. İndi də baxanda, hətta məncə neysə deyirəm ki, sən həyatda arzulayırdın bəlkə ki, Hüsniyə belə sakit olsun. Axır ki, obrazı deyirəm, bunu gördündə ki, Hüsniyə kişi qışqırır, ana, daha dominant, daha sözü keçən burada əsas atadır, qadın sakitdir. Biraz da elə hiss edirəm ki, biraz vecsiz qadındır. Birisi sakit və belə də. Ata orada daha sanki qayğı keçdi və oğula düşkündür. Bütün elə yükü ata daşıyır, qadına buraxmır yük. Sadəcə deyir ki, necə anlasan, bir dəfə sən də dedə ki, oğluna evlən. Nə olar, həmişə mən deyirəm, bir dəfə sən də dedə. Qadınsız böyle, yəni öz aləmində. Nə vaxt evlənər, yəni müasir oğlandır da. Analar oğullarını paylaşmaq istəmir axı. O da düzdür. Alt qatda o da var idi, bəli. Analar oğullarını düz deyir, evləndirim. Məsələn, mənim də oğlum var da. Allah saxlasın. Amin. Allah bütün balaları saxlasın. Amma o alt qatda o qısqanclıq var, əlbəttə var. Oğlunuzu paylaşmaqda çətinlik çəkərsiniz bir ana olaraq. O artıq bunu hiss edir. Dostlarına hətta mən onu paylaşa bilmirəm. Deyir ki, ana məni qısqanır. O bilir. Deyim, xeyr, niyə qısqanıram? Mən qısqanı bilmirəm. O nə deməkdir? Sadəcə sən bilməliyəm də dostların kimdir, soruşam kimdir, hara getdiniz, haradan gəldin. Yox, məndə var qısqanclıq. Mən ümumiyyətlə qısqancı insanam.
Cavid müəllimlə ümumiyyətlə iş prosesi necə idi? Yəni həm o qədər uzun müddətli fasilədən sonra, həm müəyyən bir keçmişi geridə qoymuş. Danışıb gülürdük, keçmişi danışıb gülürdük, hamı da bizə qulaq asır. Hüsniyə xanım, bəs Hüsniyə Mürvətova aktrisa olaraq, çox zəhmətkeş, işgüzar aktrisa olaraq, özünü sənətə fəda etmiş bir insan olaraq və eyni zamanda övlad sahibi ana olaraq bax bu balansı necə qoruyursunuz? Mən həmişə deyirəm ki, bu zarafatca əlbəttə ki, deyirəm ki, mən aktrisayam. Yəni, məndən heç nə gözləməyin. Amma ana olaraq oğlumu çox sevirəm. Oğlum mənim o deyir çizgimdir. O nə çizgimdir? Qırmızı xəttimdir. Yəni oğlum mənim üçün bir başqa, dünya bir yanadır mənim üçün, o bir yana. Yəni o mənim nəfəsim deyirəm də ona. Ömrüm deyirəm ona, yəni mən. O məni başa düşür. O məndən fəxr eləyir. Deyir, mənim Çox anam, gözəl hissdir bu. mənim anam deyir, o bilir ki, mən karyeranı sevirəm də. Yəni bu sənəti sevirəm, yəni istəyirəm ki, daha da hər şey daha da yaxşı olsun. Doymuram. Deyir, sənətin zirvəsi yoxdur. Bu bitdi, sabah başqa olmalıdır. Başqa, çünki ömür o qədər qısadır ki, insan istəyir ki, hamısını sığışdırsın. Çox şeylər eləyə bilərdim, hələ düşünürəm ki, eləməmişəm. Görün nə qədər vaxt dediyim rollar imtina, görün nə qədər mənim həyatımdan, yaradıcılığımdan gedib, məndən gedib, yaradıcılığımdan gedib. Əslində oğlumla münasibətim mənim gözəl vaxtlarıma düşüb. Yəni biraz ağıllı, daha müdrik, oğlu üçün yaşayan ana, onun gələcəyi üçün çalışan ana, elə nə edirəmsə ona görə eləyirəm də. Əgər hörmət qazanıramsa insanlar arasında yenə də ona görədir ki, həm öz adım o heç öz yerində, amma həm də oğluma görədir ki, oğlum məndən fəxr eləsin. Sabah kimisə yanında sözüm keçsin. Bir hörmətli aktrisa kimi sayılıb seçilim. Şükürlər olsun ki, sayılıb da seçilirəm də. Bu hamısı müsbəti bunun oğluma gedir. Mənim həyatımda baş verən müsbətlər oğluma gedir. Bir qadın üçün xoşbəxtlik nədir Hüsniyə xanım sizə görə? Sevib sevilmək. Amma düzgün adamı sevib sevmək. Sevilmək düzgün adam tərəfdən və düzgün adamı sevmək. Düzgün adam sizcə kimdir? Necə biridir? O yoxdur. Yoxdur. Çünki o idealdır. Mən ideal axtarmışam həmişə, o da yoxdur. O harda mənim xəyallarımdadır. Elə bir insan ki, o nə vaxtsa bəlkə də deyirəm var, bəlkə də nə vaxtsa çıxacaq qarşıma o insan, bilmirəm. Bəlkə də o da məni kimi qadın axtarır hardasa. Amma dediniz ki, mən xoşbəxtəm. Xoşbəxtəm çünki mən sevilirəm. Aktrisa kimi sevilirəm. Axı mən dedim ki, mən aktrisayam. Amma o hissi də yaşamısınız. Mən aktrisayam dedim və o aktrisada həmişə o sevgini, o qayğını, o hörməti hiss edirəm. Məndə boşluq qalmır. Bəlkə də bir evdar qadın olsaydım, mütləq istəyərdim ki, yanımda kişi olsun. Məni sevən, mənim qayğımı çəkən. Başa düşürsən, istər-istəməz insan tək yaşamaq olmaz. Yəni qadınlara tək yaşamaq olmaz. Heç kəsə tək yaşamaq olmaz. Tək yaşamamalıyıq əslində. Bir təklik Allaha məxsusdur. İndi qismət var, taley var, hərə üçün bir cür yazılıb. Aktrisa kimi o boşluq dolur. Əlbəttə ki, o da olsa mane olmaz. Amma mane olmasın da. Olmaz. Olmasın. Bilirsiniz, yəni var elə bir adam, inanmıram. Güclü qadınları kişilər Liderlica deyirlər də bizə, biz liderik də, yəni anadan artıq belə doğulmuşuq. Ayın 19-u, 28-i, ayın 1-i, 10-u bunlar üçün tək yaşamaq problem deyil. Çünki onlar özlərini heç vaxt tək hiss eləmirlər. Öz-özünə yetən insan. Yetər, yetərik. Düzdür, hardan istəyirsən, kimlənsə bir romantik söhbətlər edəsən. Olur. Biz də həmişə işdə olmuruq, boşanlarımız da olur da, onda adam istəyir. Bilmirəm, o varmı? Varsa da Hardadır? Hardadır? Bəlkə də mümkünsüzdür. O da ola bilər. Yenə deyirəm, o boşluqlar mənim həyatımda da olur. Bəs bu gənc aktrisalara nə məsləhət görərsiniz məsəl üçün? Özlərini formada saxlamaq üçün, həm sənətdə uğur qazanmaq üçün, həm formada qalmaq üçün?
İnam birinci növbədə insanı saxlayan inamdır, özünə Özünə inam. inam. Özünə inam. Mütləq özünə güvənməlisən. Mütləq özünə güvənməlisən və bir də mən son illər bunu bir də özümdə bilirdim, onsuz da mən heç kəsə qulaq asan deyiləm. Öz çərçivələrim var. O çərçivələrdən çıxmıram və heç kəsə də qulaq asmıram. Həmişə öz ağlımla hərəkət etmişəm. Bir də düşünürəm ki, insan heç kəsə hesabat verməməlidir öz həyat haqqında. Özün üçün yaşamalısan. Mənə belə xoşdur, belə yaşayıram. Çünki heç kəsin nə gecəsindəndir, nə gündüzündən. Hər kəs danışa bilər. Nəsə, kiminsə nəsə bir səhvin görəndə filan, heç kəsə atçot vermək lazım deyil. Heç kəsə. Susun, keçin. Susun, keçin. Amma bu da güclü xarakter tələb edir. Bəli, susun, keçin, xoşbəxt olun. Məni məndən yaxşı heç kəs tanıya bilməz. Nə səhvimi bilə bilməz, nə düzümü bilə bilməz. Məni məndən yaxşı bir Allahım tanıyır, bir də mən özüm tanıyıram. Heç oğlum da məni tanımır. Bəli, tanımır. Doğrudur. Heç mən də oğlumu olduğu kimi tanımıram. Özünü özündən yaxşı tanıyan yoxdur. Yəni mən oğlumu, bəlkə oğlumun elə hissləri var ki, onu mənə ana olaraq demir, düz demirəm. O onu yaşayır. Biz heç öz balamıza cavabdeh deyilik. Düz demirəm. Allah xoşbəxt eləsin hamısını. Mən ana olaraq yalnız gücüm dualara çatır. Hüsniyə xanım, dəvətimizi qəbul edib gəldiyiniz üçün təşəkkür edirik. Çox zövqlü bir vaxt keçdi. Ümid edirəm ki, tamaşaçılar da bizimlə olmaqdan çox böyük zövq alacaqlar və bu bizim dəstəkçimiz Fincanın mağazasından kiçik bir diqqət əlaməti olaraq. Təşəkkür edirəm. Siz hədiyyə də verirsiniz. Mənim 8 Mart hədiyyəmi ilk siz verdiniz. Çox sağ olun. Təşəkkür edirəm sizə. Uğurlar arzulayıram. Sponsor arzulayıram verilişinizə. Ruzi bərəkət arzulayıram. Can sağlığı arzulayıram. Çox sağ olun ki, gəldiniz. Çox sağ olun ki, bizimlə oldunuz. Dəyərli vaxtınızı bizə ayırdınız. Minnətdarıq. Növbəti görüşlərədək deyirik sizinlə. İnşallah ki, yeni bir layihələriniz olar. Həmin layihə ilə artıq yenidən qonağımız olarsınız. Tamaşaçılara isə növbəti görüşlərədək deyirik. Məkana görə isə Nizami Sinema Mərkəzinə təşəkkür edirik. Rəhbərliyə təşəkkür edirik ki, çəkiliş üçün bizə şərait yaradırlar. Sağ olun, hələlik. Sağ olun, görüşənədək.